Salam əziz müştərilər, bugün sizə elektrikli steplerimiz olan Bulros ST100 modelini təqdim etmək istəyirəm. Steplerimiz belə çox kompaktdır, amma onunla yanaşı çox geniş funksiyaları vardır. Məsəl üçün, ən birinci rahatçılıq gətirən bir şey nədir? Bunun belə pedalı var, yəni pedalla tikə bilirik. Əllərimiz tam rahat pedalla tikə bilirik. Gəlin yaxından tanış edeyim necə işlənilir. Məsəl üçün, bu funksiya ilə işə salırıq. Avadanlıq artıq hazırdır, tikə bilər. Burada göstərim sizə. Baxın, görürsünüz yazılıb. 23 iynələrin hansı ölçülər gedir? 23.6, 23.8. 23.6 ölçüsü iynələr 20 vərəqə qədər hesablanıb. 28-də adından görsənir 8 mm-dir. 40 vərəqə hesablanıb. Görsənir kamerada? Əla. Hesablanıb. Biz burada göstərim nə cür zapravka edirik. Buna basırıq. Belə bir dili çıxır. Lazım olduğu qoyuruq. İstədiyimiz sayı salırıq yerinə. Bunu da bağlayırıq. Nəzərdə çatdığım kimi bunu açanda stepler işləmir. Yəni təhlükəsizliyə görə özünü blok edir, işləmir. Yalnız bunu bağlayandan sonra işləyir. Yəni biz rahatçılıqla bu qapağı qaldırıb istədiyimiz işi, yəni çəkinmədən istədiyimiz şeyi orada görə bilərik ki, bilirik ki, işləməyəcək stepler. Daha doğrusu, belə bir paluzunluq var burada. Yəni, bir ayarlama yeri var. Bu ayarlama kağızın qalınlığına görə ayarlayırıq. Məsələn, 3,5 qoyaq, bizə bəs eləyir. Problem yoxdur. Sonra, adətən bu steplerləri bizdən alanlar ortadan tikmək üçün, jurnallarda ortadan tikmək üçün istəyirlər. Onda formada biz belə qoyuruq. Formada qoyduq. Yanlardan 2 dənə kağız dayamaq üçün belə bir dəmirləri var. Bu da nədən ötürüdür? Məsəl üçün, bizə 300 dənə, 400 dənə tirajımız varsa və hamısını istəyiriksə, steplerin tikişi eyni yerə düşsün, hamısını səliqəli görsənsin, üstə qoyanda biz bunlardan istifadə edirik. Bura qoyub, bu tərəfə dayayıb, bunu basırıq, tikdi, gördünüz, tikdi. Digər tərəfə də qoyuruq belə, yəni basırıq, tərəfdə tikdi. Bu bizə nə verir? Bu o deməkdir ki, bizdə bütün 500 dənə nə qədər jurnalımız varsa, hamısında eyni yerdən səliqəli formada çıxacaq. Yəni, istədiyimiz cütləməni eləyə biləcək. Formadadır, ortadan tikişdə göstərim sizə. Avadanlığa zəmanət verilir. Bir funksiyası da yadından çıxdı, onu da deyim sizə. Baxın, əgər birdən şahid biz istəyiriksə, ortadan yox, qıraqdan tikmək, belə bir şey də var. Masası çevrilir, bu formada olur. Və tərəfə keçsən, orada belə bir şey var. Onu da göstərim. Belə bir dəmirləri var. Dəmirlər nədən ötürüdür? Qaldıraq biz. Dəmirlər nədən ötürüdür ki, biz hara istəyirik, onu görəkdə, məsəl üçün, hara dayamaq istəyiriksə, belə də dayamaq üçün yerlərdir. Yəni, onu məsəl üçün, qoyuruq, vurduq yanına. Görürsünüz, yandan vurduq, belə formada. İstəsək, biraz qabağa çəkmək, biz bunları və yaxud biraz arxaya, məsələn, biraz arxaya çəkək. Onu da biraz arxaya çəkək. Biraz arxadan eləyək. Daha arxaya elədik. İstəsək, biraz qabağa da çəkə bilərik. Necə, hansı formada tikmək uyğundursa, o formada eləyə bilərik. Yəni, gördüyünüz kimi stepler həm ortadan, həm qıraqdan tikmə funksiyasına malikdir. Avadanlığı servis verilir. Yaxından tanış olmaq istəyirsə bizim ofisə yaxınlaşın, ləmanəti var. Gəlib burada yerində tanış ola bilərsə avadanlıqla. Kifayət qədər sağlam modeldir. Bu və bunun kimi digər stepler növlərimiz də var. Növbəti videolarda onları da sizlərlə paylaşılacaq. Təşəkkürlər, çox sağ olun.